Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova mətbuata açıqlama verərək deyib ki, saat 11:00 radələrində Ameyanın qarşısından professor, yazıcı Vüqar Əhməd aparılıb. Bu məlumat bütün xəbər saytlarında eyni formada paylaşılıb. Axşam saatlarında isə Vüqar Əhməd özü təksib verərək xəstə olduğunu və işə getmədiyini bildirib. Yeni Sabah məlumat verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O deyib ki, rəsmi qurumlar bu barədə açıqlama verməlidir. Bu bir-birinə zid iki açıqlamaya inanmaq mümkün deyil. Eyni zamanda Elmlər Akademiyasında çalışan şəxslərdən biri bildirir ki, akademiyanın qarşısından maskalı şəxslər tərəfindən avtobusa mindirilərək aparılma hadisəsi baş verib. Bundan sonra Almaxanım Əhmədlinin atası ilə paylaşdığı video yayımlandı. Heç nə olmayıb, atam yanımdadır. Bu halda ciddi suallar yaranır. Əgər heç nə olmayıbsa, niyə institutun elmi katibi belə açıqlama verib? Əgər aparılma olmayıbsa, niyə bütün saytlar eyni xəbəri yayıb? Əgər aparılma olubsa, niyə rəsmi qurumlardan heç bir açıqlama yoxdur? Hər yer kameradır, görüntülər niyə araşdırılmır? İnsanların gördüyü hadisəni sonradan Vüqar Əhmədin təksib etməsi təzyiq ehtimalını düşündürmürmü? Müğənni hadisənin araşdırılması üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Əgər bu hadisə Mədəniyyət Nazirliyində çalışan bir əməkdaşla bağlı məsələlər fonunda 63 yaşlı bir professorun başına gətirilibsə, bu artıq çox ciddi bir problemdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokurorluğuna cənab Kamran Əliyevdən bu məsələnin araşdırılmasını xahiş edirəm. Eyni vaxtda Almaxanım Əhmədlini, Təranə Mahmudovanı, Şəhriyar Musayevi, məni və ailə üzvlərimizi mümkün risklərdən qorumağınızı xahiş edirəm.